Əziz dinləyicilər, bildiyiniz kimi İrandakı seçkilər 1403 rəis cümhur seçkiləri ikinci dövrəyə getdi və ikinci dövrədə, birinci dövrədə biz bəzi videolar hazırlamışdıq və qonaqlar dəvət eləmişdik. İkinci dövrə içində zaman çox qısa olduğuna görə məhdud sayda insanı çağırıb fikirlərini, nəzərlərini eşitməyə qərar verdik. Bugünkü qonağımız Profesor Nəsib Nəsiblidir. Keçən videolarda dediyim kimi Güney Azərbaycanın içərisindən olan, fəaliyyət keçmişi olan və ya indi fəaliyyətdə olan akademisyenləri, düşünürləri, fəalları danışdırdıq və onların seçkilərə qatılıb-qatılmamaq haqqında fikirlərini öyrəndik. İndi isə 1992-1994 illəri arasında Azərbaycan Cumhuriyyətinin İranda səfiri olmuş Profesor Nəsib Nəsibli ilə danışacağıq. Profesor Nəsibli önəmli bir tarixçidir. Azərbaycan milli hərəkətini və milli məsələsini çox yaxşı bilir. Bölgə siyasətlərini bilir və Azərbaycanlıların durumunu dərinləməsinə bilən və araşdıran bir insandır. Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Məclislər Arası Əlaqələr Komitəsinin üzvüdür. Biz istərdik cənab Profesor Nəsib Nəsiblinin pezeşkiyanın çıxması şəraitində bölgə siyasətlərində nələr ola biləcəyini, səs verib-verməməyin bu münasibətlərdə önəminə dair fikirlərini alaq və sizlərlə paylaşaq. Əziz Profesor Nəsibli, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdaram, təşəkkür edirəm. Siz İranda keçirilən bu seçkilərə, bilirsiniz, bizdə bəzi insanlar bu seçkiləri boykot edirlər, bəziləri boykot səhvdir deyirlər, səs vermək lazımdır deyirlər. Siz buna necə baxırsınız? Boykot yanlışdırmı, doğrudurmu? Niyə? Səbəblər nədir? Boykot edərək nələri qazana bilərik, etməyərək nələri qazana bilərik? Buyurun. Layla xanım, salam olsun sizə, salam olsun sizin izləyicilərinizə. Ümumiyyətlə, izləyicilərin əksəriyyəti Güneyli olacaq. Güneylilərə də seçki qabağı salam ərz eləmək istəyirəm. Əlbəttə ki, neçə vaxtdır elə rəisinin o ölümündən sonra bu məsələlər gündəmdədir, hər gün danışılır. Fərqli yanaşmalarda fərqli məntiq ortaya qoyulur, dəlillər ortaya qoyulur. İndi sizin sualınıza gəlsək, yəni bəziləri bu boykot tərəfdarlardır. Onlar deyirlər ki, rejimin legitimliyini ya da məşruluğunu artırmaqdır seçkidə iştirak etmək və rejim onsuz da çökür deyirlər və digər bu rejim, daha doğrusu bu boykot tərəfdarlar da deyir ki, pezeşkiyan etibar ediləcək bir şəxs deyil. O sistemin daxilində yetişib və s. Anası da Kürtmüş deyirlər, hərçən ki özü onu təksib edir, deyir ki, elə bir şey yoxdur. Yəni, bu şəxs haqqında olmazın bir yalanlar filanlar da olmuş. Məsələ nədir? Boykot demək, Layla xan, mənsiz olmaz demək. Boykot o zaman uğurlu sayılır ki, deyək ki, yenidən seçkilər təyin olunsun. Amma biz İran tarixində bunun nümunəsini görmədik. Görmək də mümkün deyil. Əlbəttə ki, rejim üçün bu iştirakin yüksək səviyyədə olması önəmlidir. Bütün avtoritar rejimlərdə o önəmlidir. Deyək ki, Amerika üçün önəmli deyil. 25-30% olur, deyək ki, çox normaldır. Ya da deyək ki, başqa Avropa ölkələrində çox düşük bir iştirak faizi olur, deyirlər ki, çox normaldır. Amma avtoritar rejimlər bunu göstərməsin. Bu ama o rejimlər üçün həyati məsələ deyil. Olsa olar, olmasa da olmaz. Görmüşük yani bu son o seçimlerde de, ondan sonra rejim çöktü mü? Çökmedi. Demek ki bakın bu boykot taraftarı ben değilim ve neden hareket etmek lazımdı onu ortaya koymak isterdim. Geçen ilki meclis seçimlerinin verdiği dersler de var. Geçen yıl biz dedik ki bu Qərbi Azərbaycan Ostanında boykot eləyək və o boykotun nəticəsində də Kürt məhbuslar məclisə getdi. Biz qaldıq oyundan kənar vəziyyətdə. Bu bir.
Diğer daha büyük bir mesele siyasi fəalların boykota çağırması hərəkətsizliyə çağırmaq deməkdir. Evində oturup gözləmək deməkdir ki, sənin iradən xaricində proses geçsinlər və sən də müşahidə edirsən. Halbuki milli hərəkət demək, hərəkət etmək demək. Hərəkət olmasa hərəkat da olmaz. Değil mi? Yəni durup gözləmək ki, bu rejim çökəcək və Azərbaycana da Azərbaycan da məsul olacaq. Bu elə bir şey yoxdur. Və dediyim kimi keçən illərin də təcrübəsi, nəzəri deyək ki, o dərsliklərin də yazdığı bir məsələ var. Milli hərəkat deyiriksə, o daim hərəkətdə olmalıdır və seçim dövrü də bu hərəkət etmək üçün ideal bir şərait. Yəni siz nə zaman əgər burada hərəkət etməyəcəksinizsə, əlinizə silah alıb bu vuruşası deyilsiniz. O boykot deyənlər heç buna da qadir deyirlər. Məsələ ondadır. Neysə, bu seçkilərin nəticələri əlbəttə önəmlidir. Əlbəttə Pezeşkiyanın qalib gəlməsini arzu edirik. Amma biraz önce deyəcəm nədən arzu edirik və onun nəticələri nə olacaq. Amma bax burada bu məsələnin altını çizərək istəyirəm bizim o izləyicilərə, özellikle Güneylilərə bunu o fikrimi izah etmeye, çatdırmaya çalışım. Süreç daha önemli. Niye önemli? Çünkü milletimize özgüven verir, ümit verir, öz gücüne inan verir. Bizim buna çok büyük ihtiyacımız var. Son 10 illərin, deyək ki, o yaşıl hərəkatdır, deyək ki, bax, en son bu meclis seçkilərində deməli İran müxalifətinin sözünə baxıb boykot filan dedi, hərəkətsiz olduq və nəticəsi də göz qabağında. Bugün bizim o özgüvənə ehtiyacımız var. Ne olur olsun seçkinin nəticələri, hərəkət çox önemlidir və bizim o millət də onun nəticələrinin səmərəsini görecek. Burada çok vurgulamak istediğim, altını çizmek istediğim bir mesele var. Siyaset maksimalizm sevmez. Həddəksər sevmez. Ağ-qara sevmez. Ya her şey ya hiç ne demek doğru değil. Siyaset deyilen dersliklerde de yazılır, biz tələbələrimizə de deyirik. Siyaset mümkün olanı əldə etmək sənətidir. Bugün eğer biz bu seçkilerden deyək ki özgüven kazanırsa, öz gücümüze inanımız artırsa bunun özü bir kazançdır. Ya da Məsud Pezeşkiyan, Doktor Pezeşkiyanın galip gelmesi halında biz daha çok şey kazanabilirik ve bunu değerlendirmek lazımdı. Bunun bu hedefe doğru gitmek lazımdı. Elbette ki bazı adamlar Doktor Pezeşkiyan bu hakkında dediğim gibi o şairler de yayıllar, olmayan şeyler de değiller. Hatta değiller ki bu bizim idealımız değil. Mesele de bakma buradadır. İdeal namizədimiz heç zaman o rejim dövründə namizəd kimi qeydə alına bilməz. Və mümkün olanı əldə eləyək, ondan sonra onun davamı da gələcək. Beləliklə, mən bizim millətdən qeyrət istəyirəm. İndi qeyrət vaxtıdır. Bu eski bir daha çok da kuzeyde bir 100 il evvelki o terminoloji biz gayret isteyirik. Yani hareket isteyirik. Ve aslında kalanda Doktor Pezeşkiyan'ın o galip gelmesi hiç de asan mesele değil. Çünkü o muhafazakar kesim bir, hamısı güçlerini birleştirir. Hamısı deməli bu Cəliliyə səs verməyi hakkında daha doğrusu çağırış eləyir. İki, çok önemli bir mesele. Hamısı Doktor Pezeşkiyan'ı bir kongera hesap eləyir, onun üstüne gelir ve o fars, şovinist o dairelerini de ona karşı kaldırmaya çalışır. Beləliklə, eğer Azərbaycan gələcəyini təmin etmək istəyirsə, hərəkət etməlidir və Doktor Pezeşkiyan'a sahip çıxmalı. Bu benim görüşüm. Doğru. Cənab profesör, bir də siz
həm də səfir olubsunuz da İranda vaxtilə. Bu hökuməti iç layihələrinə gedə bilibsiz, təcrübəz var orada. Bütün bunlardan yola çıxaraq özəlliklə Azərbaycan Milli Hərəkətini araşdırıbsınız. Quzey Azərbaycanda, Azərbaycan Cumhuriyyətində siyasətlə məşğul olubsunuz. Bütün bunlar nəzərdə alınaraq sizcə Pezeşkiyanın qazanması Azərbaycan, Türkiyə və İran münasibətlərində hər hansı bir müsbət mənada ya da mənfi mənada təsiri olacaqmı? O təsirlər nədir? Və ondan bizim xalqa bir faydası, bu münasibətlərin bizim Güney Azərbaycan xalqına bir faydası toxuna bilərmi? Buyurun. Çox maraqlı bir məsələdir. Bunu o qarşı tərəfdə düşünür və biz də düşünmək məcburiyyətindəyik. Bunun o xarici, o siyasətə yansıması nə ola bilər? Deyək ki, mən türklüyümlə iftixar edən bir şəxsim, deyən bir şəxsin Cumhurbaşqanı olmaz. Əlbəttə o birinci şəxs deyil, ikinci şəxsdir. Bu da başqa bir məsələdir. Amma çox böyük səlahiyyətləri olan bir şəxsdir. Xarici siyasətin əsas istiqaməti, ana xətti əlbəttə bilirik ki, rəhbər tərəfindən müəyyən olunur. Amma bu elə bir məqamdır ki, xarici siyasətin o istiqamətini müəyyən etməsinin birbaşa təsiri. İndi siz təsəvvür eləyin, Doktor Pezeşkiyan Cumhurbaşqanı oldu. Rəis Cumhur oldu və onun Cumhurbaşqasının olmasını Azərbaycan Respublikası çox sevinəcək. Türkiyə Cumhuriyyəti çox sevinəcək. Niyə sevinəcək? Çünki öz qanundan, öz canından olan bir şəxs olur və ona mütləq o dediyim kimi təsiri olacaq. Mən düşünmürəm ki, çox asan onun işi olacaq. Tək xarici siyasətdə deyil, eyni zamanda daxili siyasət. Çünki o ruhani və Xatəmi təcrübəsi də elə bunu deyir. Daha doğrusu Xatəmi ruhani təcrübəsi də bunu deyir. Amma hər halda bizim milli məsələmizin ortaya gəlməsi, ümumiyyətlə İranın gələcəyinin təmin olunması baxımından bu reformist bir şəxsin Cumhurbaşqanı seçilməsi çox önəmlidir. Dediyim kimi bu Azərbaycan Cumhuriyyətindən münasibətlərə də təsir eləyəcək, Türkiyə Cumhuriyyətindən münasibət. Amma bu arada onu da deyim ki, bu münasibətlər bir şəxsdən asılı deyil. İstəyir Pezeşkiyan olsun ya da bir başqası olsun ya da arzu elədiyimiz bir ideal bir şəxs olsun. O olsa belə bu ziddiyyətlər İranla Azərbaycan Cumhuriyyəti arasındakı ziddiyyətlər sistemik ziddiyyətlər. Azərbaycan Cumhuriyyətinin müstəqil varlığını İran bir dövlət olaraq, bir siyasi fikri müəyyən edən şəxslər olaraq özlərinə bir təhdid verir. Çünki bildiyimiz bir məsələ var. Bunu geniş danışmağa məncə bizim izləyicilərə də ehtiyac yoxdur. Çünki Arazın cənubunda bir məzlum Azərbaycan, məzlum türklük var. Öz kimliyindən deməli o məhrum edilmiş, baskı altında olan bir millətimiz var və Quzey Azərbaycanın problemlərini həll etməsi, o cümlədən torpaq bütünlüyü məsələsini həll etməsi, gəlişməsi, qonşu dövlətlərlə normal münasibətlər qurması İranda çox qayğı ilə qarşılandı. Bunu da biz bilirik. Hətta Ermənistan vasitəsilə bu gəlişmələrin qarşısını almaq illərlə buna cəhd etdilər. Ona görə bir qeyrət vaxtıdır. Bir daha təkrar olaraq bu çağrışımı eləmək istəyirəm. Həm soydaşlarımız bunu anlamalıdır. Eyni zamanda baxın, tək soydaşlarımız məsələsi deyil. Əlbəttə ki, Azərbaycandan böyük fəallıq gözləyirik. Eyni zamanda hətta o mühafizəkar kəsimin inadına ya da onun acığına Azərbaycan türkçəsində desək, öz türkçəmizdə desək, onun acığına o sandıq başına getməsi lazımdır. Çünki onların deyək ki, Cəlili müdafiə etməsi o rəhbərin və baxın, o qeyri, o farsların bir cəbhə halında bu məsələdə bir yerdə olması çox önəmlidir. Eyni zamanda mənim düşüncəmə görə
İranın gələcəyini istəyən o reformist dairələr ki var, biraz əvvəl adını çəkdim, hərçək ki onlar türklüklə də araları o qədər xoş deyil, Ruhanidir, sonra Xatəmidir və digərləridir. Məsələ ondadır ki, çoxmillətli İranda milli məsələlər həll olunmayınca ölkənin gələcəyini təmin etmək mümkün deyil. Əgər ölkədə, bu çoxmillətli ölkə demokratiya istəyirlərsə, insana layiq bir rejim istəyirlərsə, milli problemlər də həll olunmalıdır və bu seçkilə də bir şansdır. Çox Qısa sağ olun. şəkildə bu qədər. Çox sağ olun. Buyurun. Çox təşəkkür edirəm. Bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün əziz Profesor Nəsib Nəsibli, fikirlərinizi bizimlə və dinləyicilərimizlə paylaşdığınız üçün ümid eləyirəm. Mən də ümid eləyirəm ki, seçkilər vətənə, millətə xeyirli olar, Azərbaycanın mənafeyinə uyğun olan insanlar iş üstünə gələr. Çox sağ olun. Amin. Siz sağ olun. Uğurlar arzu edirəm.